ABC üçbucağında BD tənböləni çəkilib. Tənbölən olduğuna görə nöqtə qoydum və yaxud da ki, beta yazaq. Tənbölən olduğu bilinsin. BAC bucağı BCA bucağından 2 dəfə böyükdür. Ona görə bura alfa, A bucağına da 2 alfa yazdıq. AB tərəfi 12, AD tərəfi 6 və ABC üçbucağının perimetrini soruşur. Tənbölənin xassəsini əsasən bilirik ki, tənbölən 12/6 2/1 nisbətində olduğu üçün, yəni A böl M, B böl N. Demək ki, burada 2/1 nisbətində olacaq. Yəni BC-yə 2K, DC-yə K yaza bilərik. Sonra nə yazıyıq? A nöqtəsi A bucağından, yəni bu 2 alfadan BD tərəfinə tənbölən çəkəcəm ki, onu alfa bölsün. Oxşar üçbucaqlar yaratmalıyam. Da hal-hazırda məsələn 2 alfa, beta oxşar üçbucağı yoxdur. Oxşar olması üçün bucaqlar bərabər olmalıdır. Alfa yaratdım. Və bu özü də tənbölən olduğu üçün, baxın ADB üçbucağını kənarda çəksəm, bura alfa, yaxşı çəkmədim. Alfa və 12, 6. 12-nin 6-ya nisbəti yenə tənbölənin xassəsinə əsasən 2-nin 1-ə nisbətini olmalı. Daha sonra 12-nin 6-ya 2-nin 1-ədirsə, bu da 2-nin 1 olmalı. Yəni 2x, x. Dolayısıyla burada olsun, tutaq ki, F nöqtəsi. BF-ə 2x, FD-yə də x yazdım. Düzdürmü? İndi burada hansı üçbucaqlar oxşardır? Görəcəksiniz. A, F, B, gördünüz, alfa, beta. Bir də BDC. Üçbucaqların oxşarlığının BB əlamətinə əsasən, üçbucağın 2 bucağı bərabərdirsə, 3-cü bucağı avtomatik bərabərdir. Qanma. Bunları yerinə yazsaq 12 buradır. Bura 2x-dir, düzdürmü? Bura 2K-dır. Bura da K-dır. Bura bütövlükdə isə 3x-dir. Bütövlükdə. Baxın, BD 2x, x, 3x. İndi oxşarlığı yazsaq, ABF üçbucağından başlayaq. Qammanın qarşısında 12-nin, burada qammanın qarşısında 2K-ya nisbəti bərabərdir. Alfanın qarşısında 2x-in, burada alfa bucağının qarşısında 3x-a nisbəti. Bilirsiniz ki, x-lar ixtisar getdi. Burada yazsaq, deməli 12 bölünsün 2K bərabərdir 2-nin 3-ə, 36 bərabərdir 4K, K bərabərdir 9 alınır. Yəni ABC üçbucağında bura 18 oldu. Burada 9 oldu. AC tərəfi 15, 18, 12. Perimetr 12, 18, 15, 45 santimetr oldu.